məzhəbdə olmaq, məzhəb təəssübünü çəkməklə məzhəbçi ifadəsini insanlar qarışdırır. Yəni, bir məzhəbə mənsub olmaq, bir məzhəbə uyğun olaraq, onun görüşlərinə, baxışlarına uyğun olaraq hərəkət etmək məzhəbçilik anlamına gəlmir. Bu, belə deyək də, məsələn, bir insan, biz baxsaq, Azərbaycanın özündə müxtəlif xalqlar var. Amma bu xalqlara mənsub olmaq, yəni təəssübkeşliyə gətirib, mən ondan üstünəm, o məndən aşağıdır. Yəni, bu fərq eləməz, etnik azlıq təşkil eləsin, çoxluq təşkil eləsin. Allah Teala Quran-ı Kərimdə Hucurat surəsində buyurur ki, İnnəməl mu'minunə ixvə. Allaha iman edənlər, inananlar qardaşdır. Fəəslihu beynə əxavaykum. Öz qardaşlarınız arasında sülh, əmniyyətlə yaşayın. Nifaq içərisində yaşamayın.